Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO) hər il ənənəvi olaraq bir ali təhsil müəssisəsinin bazasında Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Konfransın keçirilməsində məqsəd gənc tədqiqatçıların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək, gənclərin elm, texnika, mədəniyyət sahəsindəki bacarıqlarını və təşəbbüskarlıqlarını stimullaşdırmaqdır. Bundan başqa gənclər bu konfransda öz elmi nailiyyətlərini nümayiş etdirir, elmdə əldə etdikləri uğurlar haqqında məruzə edir, fikir mübadiləsi aparır və digər tədqiqatçıların aldığı elmi nəticələrlə tanış olurlar. Konfransa ölkəmizdə və xaricdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, dissertantura təhsilinin müdafiəsi ərəfəsində olan gənc tədqiqatçılar müraciət edə bilərlər. Konfransa təqdim olunan tezislər daha əvvəl nəşr və məruzə edilməmiş tezislər olmalıdır və tezisin plagiatdan keçirilməsinə dair detallı arayış təqdim edilməlidir.